Əziz dostlar, əgər siz bugün sosial şəbəkələrdə 1932-ci ildən 2017-ci ilədək doğulanlara 1000 manat ödəniş ediləcəyi yazısını gördünüzsə, lütfən bir dəqiqə dayanın. Bu videoyu axıra qədər izləyin. Çünki bu məlumatla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi açıqlama yayıb. Düz eşitdiniz, rəsmi açıqlama. Və bu açıqlama milyonlarca insanı, xüsusən də əziz yaşlı valideynlərimizin, nənələrimizin, babalarımızı birbaşa maraqlandırır. Biz hər kim güvəndiyimiz pensiyamıza, əlillik müavinətimizə baxırıq, ay sonuna necə çatacağımızı düşünürük. Hər yeni xəbər ümid oyadır. Amma bəzən həmin ümid insanları aldadır. Bugün mən sizinlə açıq, dürüst ürəkdən danışmaq istəyirəm. Çünki siz bu həqiqəti bilməyə layiqsiniz. Heç bir gizli məlumat yoxdur burada, yalnız rəsmi rəqəmlər, rəsmi açıqlamalar. Gəlin birlikdə bu məsələnin dibinə gedək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlayıb ki, sosial şəbəkələrdə 1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi ilə bağlı paylaşılan video məlumat tamamilə yalandır. Bu, çox ağır bir həqiqətdir. Amma sizi aldatmamaq üçün bunu açıq söyləmək vacibdir. Nazirlik həmçinin xəbərdarlıq edib ki, həmin saxta məlumatda izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarının nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Yəni bu sadə bir yanlışlıq deyil. Bu, bəzi vicdansız insanların məhz yaşlı vətəndaşlarımızı hədəf alan bir dələduzluq cəhdidir. Əziz dostlar, nə bank kartı nömrənizin, şifrənizin, nə də şəxsiyyət vəsiqənizin məlumatlarını heç bir naməlum linkə daxil etməyin. Uşaqlarınıza, nəvələrinizə, qonşularınıza da bu barədə mütləq xəbər verin. Bəs onda Azərbaycanda pensiyaçılar üçün real dəyişikliklər nədir? Gəlin rəsmi rəqəmlərə baxaq. Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il yanvarın 1-dən bütün pensiyalar 8,1% indeksləşdirilərək artırılıb. Bu artım 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb. Düşünün 534 milyon manat. Bu, dövlətin sizə verdiyi əsl dəstəkdir, saxta sosial şəbəkə postları yox. 2025-ci il fevralın 1-dən isə əmək pensiyasının minimum məbləği 280 manatdan 14,5% artırılaraq 320 manata çatdırılıb. Pensiyaları 320 manatdan aşağı olan bütün pensiyaçıların ödənişi heç bir müraciət tələb olunmadan elektron sistem üzərindən avtomatik artırılıb. Bu çox vacib bir xəbərdir. Əgər siz hər ay pensiya alırsınızsa və pensiya məbləğiniz 320 manatdan az idisə, heç yerə getmədən, heç bir sənəd doldurmadan pensiyanız artıq artırılıb. Əlillik müavinəti alan dostlarımız üçün də çox əhəmiyyətli yeniliklər var. 2025-ci il iyulun 1-dən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat 61, 80% pozulmasına görə 250 manat 31, 60% pozulmasına görə isə 180 manat sosial müavinət müəyyən edilib. Bu məbləğlər əvvəlki ilə müqayisədə artırılıb. Bu da sizin haqlarınızın qorunmasını göstərir. Müharibə veteranlarımız üçün isə xüsusi xəbər var. Vətən müharibəsi qəhrəmanı adı verilmiş şəxslərə aylıq 2200 manat, Azərbaycanın milli qəhrəmanı adı verilmiş hər bir şəxsə 2000 manat, şəhid ailəsi üçün isə 700 manat prezident təqaüdü müəyyən edilib. Bu, öz canını vətən üçün fəda edənlərə, onların ailələrinə göstərilən dövlət qayğısıdır. Real qayğı, sosial şəbəkə vədi yox. Ünvanlı dövlət sosial yardımı haqqında da danışaq. Çünki bəzi ailələrimiz bu yardımı hələ almır, amma almağa haqqı çatır. Ehtiyac meyarı 2026-cı ildən 300 manat səviyyəsində təsdiq edilib ki, bu da ünvanlı sosial yardım alan vətəndaşların yardım məbləğlərinin artmasına yol açacaq. Yəni, əgər ailənizin hər bir üzvünün aylıq orta gəliri bu həddən aşağıdırsa, siz bu yardıma müraciət edə bilərsiniz. Dost mərkəzlərinə gedin, orada mehribanla qarşılayacaqlar sizi, sənədləri bir yerdə hazırlayacaqlar. Əziz dostlar, bu videonu bitirməzdən əvvəl sizə bir şey demək istəyirəm. Yaşınız neçəyə çatırsa çatsın, siz bu ölkənin ən dəyərli insanlarısınız. Ömrünüzü bu torpaqda xidmətə həsr etmisiniz. Ona görə də hər yeni ödəniş müjdəsinə aldanmayın, rəsmi mənbələri yoxlayın. Sosial Müdafiə Nazirliyinin saytına, dost mərkəzlərinə müraciət edin. Şübhəli linklərə klikləməyin. Bu həqiqəti sevdiklərinizlə paylaşın.
Çünki ən yaxşı yardım bir-birimizi bu cür saxta xəbərlərdən qorumaq, doğru məlumatı zamanında çatdırmaqdır.